Salam əziz şagirdlər. Bugünkü dərsimiz 6-cı sinif Azərbaycan tarixinin erkən və orta tunc dövrü adlanan 6-cı mövzusunun birinci hissəsidir. Biz bu hissədə tunc dövrü və onun mərhələləri haqqında məlumat əldə edəcəyik. Tunc dövrü 3 mərhələyə bölünür. Erkən, orta və son tunc dövrünə. Eneolit dövrünün sonunda insanlar misin tərkibinə mərgümüş, sürmə, nikel, qalay və s. qataraq tunc əldə etdilər. Beləliklə, eramızdan əvvəl 4-cü minilliyin ikinci yarısında eneolit dövrünü tunc dövrü əvəz etdi. Gəlin ilk öncə erkən tunc dövrü haqqında müəyyən məlumatlar əldə edək. Erkən tunc dövrü eramızdan əvvəl 4-cü minilliyin ikinci yarısından 3-cü minilliyin sonuna qədər davam etmişdi. Erkən tunc dövrü Azərbaycanda Kür-Araz mədəniyyəti də adlanır. Tunc dövrünün erkən mərhələsində toxa əkinçiliyini xış əkinçiliyi əvəz etdi. Xış ilə daha geniş sahələr şumlanırdı və daha çox məhsul əldə edilirdi. Şumlama zamanı qoşqu heyvanlarından istifadə olunurdu. Həmçinin erkən tunc dövründə birinci ictimai əmək bölgüsü baş verdi. Bunun nəticəsində əkinçilik maldarlıqdan ayrılaraq müstəqil peşəyə çevrildi. Əkinçilik sahəsində olan yeniliklər xışın ixtirası və həmçinin əkin sahələrinin genişlənməsi ilə əlaqədar süni suvarmanın yaranması idi. Maldarlıq sahəsində olan yenilik isə köçmə maldarlığın meydana gəlməsi oldu. Maldarlıq bu dövrdə inkişaf etmişdi, heyvanların sayı artmışdı. Maldarlar yarımköçmə həyat keçirirdilər. Yəni onlar malqaranı yay aylarında dağ çəmənliklərində otarır, payızda soyuqlar düşəndə isə qışlaqlara qaytarırdılar. Həmçinin erkən tunc dövründə bir neçə qohum qəbiləni birləşdirən tayfalar yarandı. Tayfa ağsaqqallar tərəfindən idarə edilirdi. Toxa əkinçiliyinin xış əkinçiliyi ilə əvəz olunması, köçmə maldarlığın meydana gəlməsi, metal işləmənin yaranması cəmiyyətdə qadınların rolunu azaltdı, kişilərin rolu isə əksinə artmış oldu. Və beləliklə, üst paleolit dövründə yaranmış ana xaqanlığını erkən tunc dövründə ata xaqanlığı olan patriarxat əvəz etdi. Erkən tunc dövründə dini inanclarda da dəyişiklik baş vermişdi. Belə ki, ölü yandırma və kollektiv dəfn adətləri yarandı. Həmçinin dini ayinlərin icrası üçün xüsusi ibadətgahlar, ibadət yerləri tikildi. Məsələn, Xaçmazda Sərkərtəpə, Qazaxda Baba Dərviş, Naxçıvanda 1-ci Kültəpə və Maxda bunlara misal ola bilər. Həmçinin erkən tunc dövründə bəzi qəbirlərin üzərində kurqanlar, yəni torpaq qəbirlər qurulmağa başladı.